Salyan rayon İcra Hakimiyyəti başçısının 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaq iştirakçıları öncə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev mərkəzində rayonun sosial-iqtisadi inkişafını əks etdirən güşəyə kənd təsərrüfatı və rayonda istehsal olunan sənaye məhsullarından ibarət sərgiyə baxış keçirilib. Hesabat yığıncağı Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi, ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Hesabat yığıncağında Salyan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi Təşkilat Məsələləri Şöbəsinin 8-ci ərazi sektorunun müdürü Məmmədiyyə Məmmədov, Milli Məclisin deputatları Günay Ağamalı, Sadiq Qurbanov, Yeni Azərbaycan Partiyası, Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə təşkilatlarının rəhbərləri və eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Yığıncağı giriş nitqi ilə açan Salyan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, bugün isə ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası çərçivəsində qazanılmış nailiyyətlərdən, yola saldığımız ildə ölkəmizin, eləcə də rayonumuzun sosial-iqtisadi, ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən, kənd təsərrüfatı və digər sahələrdə görülmüş işlərdən, həyata keçirilmiş beynəlxalq və respublika əhəmiyyətli tədbirlər haqqında geniş məlumat verib. Hesabat məruzəsində qeyd olunub ki, 2025-ci ildə rayonda sosial-iqtisadi inkişafın əsas istiqamətləri üzrə sistemli və ardıcıl tədbirlər həyata keçirilib. Dövlət proqramlarının icrası, Prezidentin fərmanı və sərəncamlarının yerinə yetirilməsi təmin edilib. Məşğulluq, abadlıq və yaşıllaşdırma sahələrində müsbət dinamika qorunub. Kənd təsərrüfatının inkişafı, sahibkarlığın dəstəklənməsi, məşğulluğun artırılması, mühəndis kommunikasiya və yol infrastrukturunun yenilənməsi, həmçinin təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı diqqət mərkəzində saxlanılıb. Qeyd edilib ki, 2025-ci ilin Konstitusiya və Suverenlik ili elan edilməsi, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğunun və suverenliyinin daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Əldə olunan nəticələrin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olduğu vurğulanıb və qarşıdakı dövrdə bütün qurumların koordinasiyası fəaliyyətinin vacibliyi qeyd edilib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi Təşkilat Məsələləri Şöbəsinin 8-ci ərazi sektorunun müdiri Məmmədiyyə Məmmədov çıxışında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2025-ci ildə bütün sahələrdə yüksək nailiyyətlər əldə olunduğunu, o cümlədən beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqelərinin daha da möhkəmləndiyini vurğulayıb. Natiq 2026-cı ilin şəhər salma və memarlıq ili elan olunması bu barədə tarixi ənənələrin yaşadılmasına və Azərbaycanın milli inkişaf strategiyasının qlobal məsuliyyətinin və gələcəyə yönəlmiş baxışının ifadəsi olduğunu diqqətə çatdırıb. Milli Məclisin deputatları Sadiq Qurbanov, Günay Ağamalı və digər çıxış edənlər rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər, sosial rifahın yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək əldə olunan nailiyyətlərin Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olduğunu vurğulayıblar. Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.